Səyad müəllim, demişsiniz ki, maşınım yoxdur. Aha, Maşın almağa pulum da olmayıb. aha. Hələ də Milli Məclisə avtobusla gedib gəlirsiniz. Baş konsul, nazir statuslu vəzifə, deputat, axı eyni vəzifədə çalışanların, yəni sizin həmkarların çoxunun bir neçə maşını var, hətta villalar var. Bəs onlar necə alıb? Mən axı onların əvəzindən söz deyə bilmərəm. Onlar özləri bu suala cavab verə bilərlər. Bəli, bağım da yoxdur və dediyiniz o cəhətdə, amma maşın məsələsini həll elədim. O sözdən sonra qohum, qonşu filan nəsə kömək elədilər. Bir dənə Çanqan da nədir belə bir Çin istehsalı maşın aldım. O zaman bu müsahibəni verəndə o yox idi. O sözü fırlatdılar və mənim qəlbimə dəydilər. 18 ilə gedirdim Axund o bağının yanına və çox rahat gedirdim. 3-cü dayanacaqda düşürəm, piyada zolağını keçirirəm, girirəm, necə deyirlər, parlamentə. Bunun da çıxmır eləmir, uzaq başı. Qaydanda da mütləq şəkildə piyada gəlirəm. Bunu fırladılar, çox belə namərtcəsinə mənə qarşı sözlər dedilər, elədilər. Ay Ruhiyyə xanım, mən günahkaram ki, kimsə 300, 400, 500 manat maaş alır. Mən tutaq ki, filan qədər. Zəhmət çəkib oxuyaydın, ali təhsil alaydın, fərqlənəydin, işlədiyin idarədə, müəssisədə yeni ideyalarla çıxış eləydin. Çox düzgün. Bir də cəmiyyətdə hamı dövlətli deyil ki. Sən görürsən ki, sənə kişi kimi deyirəm ki, maşınım yoxdur. Sən bana müsbət yanaşmaqdansa, nə bilim, Türkiyədə belə deyən olsa, mütləq cəmiyyət yığışıb ona maşın alar. İndi deyəcəklər ki, istəyirsən sənə maşın alsınlar. Ehtiyacım yoxdur, maşınım var artıq. Cəmiyyət yığışar, dost tanışalar. Biraz xoşgörü ol. Sən niyə içində ilan balaladırsan? Bir xoş hisslərlə yaşa. Mən millət vəkiliyəm. Mənim maşınım da olmalıdır, bağım da olmalıdır, yoxumdur. Kim rast gəlir deyir, bağım yoxdur, deyirəm yoxdur. Gözüm bərəldir, baxır mənə. Olmayıb da, yoxdur.